Kargüzar işi var yoldaşlar. Kargüzar işlərindən bəhs etmək istəyirəm. Bir sıra, bir neçə dənəsindən. Misal üçün, yarımşirat olan variantı var. Yəni, səhər saat 9-dan günorta 1-ə qədər olan variantı var. Misal üçün, 400 manat verir. 19-25 yaşlı uşaqlar üçündür. Natamam ali təhsil tələb eləyir. Bakalavr və magistr tələbələr müraciət edə bilər. Word Excel-i bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Yəni, tələbələr üçün olan ən gözəl işlərdən biridir. Yəni, fikir verdinizsə. Bu bir variantdır. Bundan əlavə yoldaşdır, kargüzar işi bələdiyyədə də var. Xətai rayonunda. Ali təhsillisinizsə, 20-25 yaşlı xanımsınızsa, ofis proqramlarını yaxşı səviyyədə bilirsinizsə, buna da müraciət edə bilərsiniz. Bundan əlavə ofis əməliyyatları üzrə də əməliyyatçı işi var. 400-500 manat aralığında Texnoplast elektronik hissədir. 25-35 yaşlı şəxs olmalısınız. Heç olmasa orta ixtisasınız olmalıdır. Excel-i Word-ü, bir sözlə, ofis proqramlarında sərbəst işləmə bacarığınız olmalıdır. Kargüzarlıq bacarıqlarınız olmalıdır. Bundan əvvəl Reception Kargüzar işi Kaspiyan Investbank olmayan kredi təşkilatında da var yoldaşlar. 22-30 yaşlı xanımlar üçündür. Ali təhsil tələb eləyir. Kargüzarlıq sənətləşmə anlayışınız olmalıdır. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmacı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Avtobus sürücüsü işi var yoldaşlar. Avtobus sürücüsü işi var. Gəlin o sürücü işindən bəhs edim sizə. Deməli, 1200 manat civarında olan bir işdir. Sumqayıtdadır. 30-55 yaşlı şəxslər üçündür yoldaşlar. Müvafiq kateqoriyanız varsa, bu işə müraciət edə bilərsiniz yoldaşlar. Yaşayış yeriniz 20 yanvar və yaxın ərazilər olmalıdır. Əgər həmin ərazilərsə müraciət edə bilərsiniz. Şəhər daxili idarə etmə təcrübəniz varsa, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmacı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Balakəndə təhlükəsizlik işi var yoldaşlar. Təhlükəsizlik işi var, təhlükəsizlik rəisi işi var. Balakəndədir bu. Bu kimlər üçündür yoldaşlar? Qeyd olunan vəzifə üzrə 5 ildən az olmayaraq iş təcrübəniz olmalıdır. Ofis proqramlarını bilməlisiniz, orta ixtisasınız olmalıdır. Həqiqi hərbi xidməti keçmiş olmalısınız. İdarəçilik qabiliyyətinə malik olmalısınız. Varsa bu özəlliklər, Agrotrade Supply şirkətində belə bir iş var. Bu işə müraciət edə bilərsiniz. Balakəndə olan digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlü iş tapmacı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bağça müəllim işi var yoldaşlar. Mən sizə bağça müəllim işlərindən bəhs etmək istəyirəm. Bir neçə variantda bu sferə aid olan işlərdən bəhs etmək istəyirəm. Müəllimlik və əlaqəli. Hətta onların arasında təcrübə proqramı da var. İlk öncə bildirim ki, bağçada müəllimlərə ehtiyac var. İngilis dili müəllimi variantı var, rus dili müəllimi variantı var, Azərbaycan dili müəllimi variantı var, erkən inkişaf üzrə müəllim işi var. Bu işə də müraciət etmək üçün bəs yaxşı, siz kim olmalısınız? Siz hansı sahədirsə buralardan, həmin sahə üzrə ya təhsiliniz olmalıdır, yaxud da təcrübəniz olmalıdır. Uşaqlarla işləmə bacarığınız və səbriniz olmalıdır. Bu bir variant idi, bir şirkətdə idi. Amma buna əlavə İncəsənət və Bilim Mərkəzi adlı şirkət var. Həmin şirkətdə də ingilis bölməsi üzrə bağça müəllim işi var. Bakalavr dərəcəniz varsa və yaxud da magistr tələbəsinizsə, bu işə müraciət etməyi düşünə bilərsiniz. Bundan əlavə qeyd etdiyim kimi, həmin yerdə ödənişli təcrübə proqramı da var. İbtidai sinif müəllimliyi üzrə yoldaşlar. Ali təhsiliniz varsa, bu variantdan da istifadə edə bilərsiniz. İbtidai sinif şagirdlərlə işləmə bacarığınız və marağınız varsa, Azərbaycan dili və riyaziyyat fənləri üzrə yüksək bilik səviyyəniz varsa, bu işə müraciət edə bilərsiniz. Bu işlərlə müraciət etməkdə dəstək istəyirsinizsə, və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmacı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Aşpaz köməkçi işi var. Ümumiyyətlə, aşpazlıq sahəsində işlər mütəmadi olaraq olur. Amma mən
Sizə 2 dənəsindən bəhs etmək istəyirəm, amma onlardan biri, misal üçün, yüngül işdir. Nə mənada yüngül işdir? Daha dəqiq desək, az şərti var. Az şərtdən çıxış edir. Misal üçün, mətbəxdə ən az 6 aylıq təcrübəniz varsa, aşpaz köməkçisi işi var. Təxminən 750 manat qazana bilərsiniz. Əmək haqqı olaraq 600 manatdır, amma bonuslar da var. Onunla bərabər toplam 750 manat qazana bilərsiniz. Belə bir variant da var. 6 aylıq mətbəx təcrübəniz varsa, belə deyim. Amma belə ən az 3 illik iş təcrübəsi olan variantı da var aşpaz köməkçisinin. Yəni, belə bir variantı da var. Bundan əlavə daha yüksək əmək haqqılı 1500-2000 manatlıq aşpaz işləri də olur, yoldaşlar. O işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə, və yaxud da şirniyyat sahəsində də işlər olur, və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, onunla bağlı dəstəklər üçün əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. ERP proqramının belə deyim, bilirsinizsə, yoldaşlar, ERP sistemlərindən başınız çıxırsa, həmin şəxslər üçün də işi var. Ali təhsilli olmalısınız, ingilis dilini yaxşı bilirsinizsə, yüksək ünsiyyət qurma bacarınız varsa, ofis proqramlarını işləmə bacarınız varsa, Başa Property Managementdə istismar xidmətlərinizi koordinator işi var. Bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da bir işçinin də tanış olmaq istəyirsə, bir sözlə iş tapmazda çətinlik çəkirsinizsə, ona bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olunduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gəmidə iş var, yoldaşlar, gəmidə iş var. Mən gəmidə olan işdən bəhs etmək istəyirəm. Qeyd edim ki, bu 1200 manat civarında olan bir işdir. Qaradağ rayonundadır. Növbəli iş qrafikinə malikdir. 30-45 yaşlı şəxslər üçündür, yoldaşlar. Bu növbətçi mühəndis işidir, yoldaşlar. Elektrik yarımstansiyası üzrə növbətçi mühəndis işidir. Bakı Gəmi Qayırma Zavodundadır, yoldaşlar, bu iş. Tələbləri nədir? Tələbləri budur ki, elektrik stansiya və yarımstansiya sxemlərinin oxumasını bacarmalısınız. Elektrik təhlükəsizliyi və əmək mühafizəsi qaydalarını bilməlisiniz. Qoruyucu rellər və avtomatik prinsipləri bilməniz də yaxşı olar. Bilməsəniz vacib deyil, amma bilsəniz daha yaxşı olar. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə, iş tapmazlıq səsini çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Reception işi var, yoldaşlar. Reception işi var. 1500 manat civarında olan bir reception işidir, yoldaşlar, bu. Yəni, əmək haqqı və bonusla bərabər, yəni. 6 günlük işdir. Azərbaycan və rus dilində səlis ünsiyyət qurma bacarınız varsa, səliqəli görünüşünüz və xoş ünsiyyət bacarınız varsa, komanda ilə işləmə bacarınız varsa, ilkin kompüter proqramı təminatını biliyiniz varsa, yəni, məsələn, Word-ü, Excel-i, PowerPoint-ü, Outlook-u bilirsinizsə, məqsəd yönlü, məsuliyyətli, düzgün, dəqiq, etibarlı kimi müsbət göstəriciləriniz varsa və müvafiq sahə üzrə 1 illik heç olmasa iş təcrübəsi olan bir xanımsınızsa, bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərdən də tanış olmaq istəyirsinizsə, bu işin təcrübə tələb eləməyən variantı olan variantdakı işlərdən də, daha doğrusu, bu işin təcrübə tələb eləməyən variantında olan işlərdən də tanış olmaq istəyirsinizsə və yaxud da fərqli sahələrdəki işlərdən də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Ailə sürücüsü işi var, yoldaşlar. Ailə sürücüsü işindən bəhs etmək istəyirəm mən sizə. Bu ailə sürücüsü işi, yoldaşlar, təxminən 1000 manatlıq bir işdir. Əməksi 1000 manat olan bir işdir. NZS qəsəbəsindədir. B kateqoriyası tələb edir, yoldaşlar, sizdən. Səliqəli xarici görünüşünüz varsa, ailə sürücüsü olaraq 3 il və daha çox təcrübəniz varsa, ən azı 3 il deyil. Belə bir iş var. Digər sürücü işlərlə də tanış olmazsa, qeyd edim ki, sürücü işi ailə sürücüsü olmayan variant da 1200 manatlıq olan variantı da var. Kanalda paylaşılıbdır. Digər sürücü işlərlə də tanış olmazsa və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsə, bir sözlə iş tapmazlıq çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Toğrul Əzəvalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gecə növbəsi işlərindən bəhs etmək istəyirəm mən sizə. Bir neçə variantdan bəhs etmək istəyirəm gecə növbəsi üzrə olan vakansiyaların.
Misal üçün, Almarketdə gec ödəməsində iş var yoldaşlar, təcrübə də tələb eləmirlər. 18-50 yaşlı bir şəxsinizsə, orta təhsiliniz varsa, satıcı kasser işi var. Xatay rayonundadır, Sarıxan rayonundadır, Nizami rayonu, Nərimanov, Həzər, Sabunçu rayonlarının üzrə axtarılır. 620 manat maaşdır, amma bundan əlavə bonusu da var yoldaşlar. Belə bir iş sistemi də var. Axşam saat 10-dan səhər saat 8-ə kimidir. Bundan əvvəl qablaşdırıcı paketləyici işi var, 400-500 manatlıq variantı da var. Sonra şöbə müdürü işi var, 1100 manatlıq. Baş satıcı işi var, 600 manatlıq. Ambar köməkçisi işi var, 500 manatlıq gecə üzrə. Gecə üçün dayə işi də var, misal üçün, 300 manatdır. Bu, misal üçün, axşam saat 10-dan səhər saat 10-a qədər uşağın yanında qalırsınız. Uşağın valideyni, belə deyim, gecə işlədiyinə görə siz qalmalı olursunuz. Bu da Xalqlar Dostu metrosu tərəfdə olmalıdır. Bu işlərlə tanış olmaq üçün, bu işlərə müraciət etməkdə dəstəksinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı səhvini çəkirsinizsə, ona bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Cəvada kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Əlaqə vasitəsini götürüb oradan mesaj yaza bilərsiniz. Mühafizə işi var yoldaşlar. Mühafizə işindən bəhs etmək istəyirəm mən sizə. Və qeyd edim ki, 1100 manatlıq variantı da var o sferaya aid olan bir işdə. Gəlin bəhs edeyim sizə. Bir neçə variantdan bəhs etmək istəyirəm bu videoda Allah qoysa. Deməli, video müşahidə üzrə operator işi var. İKTEX şirkətində yoldaşlar. Bu amma hər adam üçün deyil. Deyil niyə? Çünki o IT sahəsi üzrə ali təhsil olmalı tələb edir sizdən. Və 1 illik iş təcrübəsi tələb edir müvafiq sahə üzrə. Burada 1100 manata yaxın pul verə bilir. Video müşahidə üzrə operator işidir. Bundan əlavə, amma çox insan müraciət edə biləcək 900 manatlıq variant var. Misal üçün, 20-44 yaşlı şəxslər üçündür. Boyunuz 173 sm-dən yuxarıdırsa, bədəninizdə tatu, kəsik yoxdursa, hərbi xidmətə tam başa vurmuşsunuzsa, buna müraciət etməyi düşünə bilərsiniz. Sonra qapıcı işi var, doorman işi var, 750 manatlıq yoldaşlar, 25-35 yaşlı uşaqlar üçün. 170 sm-dən yuxarı olmalısınız boyunuz, ən azı. Xoş xarici görkəminiz olmalıdır, heç olmasa orta təhsiliniz olmalıdır. Sonra mühafizəsi işi başqa yerlərdə də var, Qaradağda da var bu arada. Sonra Mərdəkanda var yoldaşlar, Safran qrupda mühafizəsi işi var. Dalğa Bişdə. Bundan əlavə mühafizəsi Qaradağ olan variantından da bəhs etmək istəyirəm sizə. Bu 21-32 yaşlı uşaqlar üçündür yoldaşlar. Sahil qəsəbəsindədir. İş yerinə getməniz üçün də servis xidmətləri də var yoldaşlar. Bundan əlavə son olaraq Allah qoysa 700 manatlıq mühafizəsi işi də var. Bu 2 gün iş, 2 gün evdir yoldaşlar. 25-35 yaşlı uşaqlar üçündür. Amma bu hər adamlıqda deyil. Deyil nəyə görə? Çünki ingilis dili olmanızı tələb, ingilis dili bilmənizi tələb edir yoldaşlar. Düzdür, əməkçisi güclü deyil, amma ingilis dili tələb edir. Əslində, yəni ola bilər əməkçisi 2 gün iş, 2 gün evdirsə, indi saatlarını qeyd olunmuyordur, saatlarına baxmaq lazımdır. Saatları 2 gündürsə, deməli bu 24 saatlıq bir işdir yoldaşlar. İndi hesaplamaq lazımdır. Sərf edirsə, bu işə də müraciət edə bilərsiniz, əgər ingilisini bilirsinizsə. Digər mühafizəçi işlərinə də tanış olmaq istəyirsə və yaxud da ki, bu mühafizəçi işlərinə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Cəvada kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Paketləyici işlərindən də bəhs etmək istəyirəm. Qablaşdırma, paketləmə, çeşidləmə işlərindən də bəhs etmək istəyirəm sizə yoldaşlar. Onunla bağlı, misal üçün, bir neçə variant var. Onları bir nəzərinizə çatdırmaq istəyirəm yoldaşlar. Misal üçün, Polemek şirkətində var qablaşdırıcı paketləyici. Misal üçün, bu zəif əmək haqqılıdır. 300-400 manatlıq bir işdir yoldaşlar. Suraxanıdadır. 18-30 yaşlı kişilər üçündür. Bundan əlavə 500 manat civarında olan variantı da var. Mirzəoğlu'da, Buzovnadadır bu da. 23-45 yaşlı xanımlar üçündür. Amma belə, yəni, paketləmə işləri yoldaşdır. Bəzən 800-900 manatlıq variantları da olur. Mən indi sizə ən son olanları bildirirəm deyə. Yəni, bunlardan hər hansısa bir uyğunsuz olsa sizə, yəni, heyfsilənməyin. Çünki hər an yeni, ən gözəl, yüksək əmək haqqılı olan variantı da ola bilir. Azca da var qablaşdırıcı işi yoldaşlar. 20-35 yaşlı şəxslər üçündür.
Burada 650 manata yaxın qazana bilirsiniz. Bundan əlavə Agrotrade də var. Burada paketləmə operatoru da var, fəhləsi də var. Bu Xırdalanlı olmalıdır, səhv xatırlamıramsa. Burada orta təhsiliniz olmalıdır, ən azı orta təhsiliniz olmalıdır. Bəli, bu iş Xırdalandadır yoldaşlar. Və burada növbəli iş rejimində də işləməyi bacarmalısınız, paketləmə fəhləsində. Sonra qablaşdırıcı xanım işi də var, Confirm şirkətindədir yoldaşlar bu iş. Bu işin də əmək haqqısı güclü deyil yoldaşlar. Burada maksimum 517 manat qazana bilərsiniz. Belə bir variant var. Badamdar şosesində olmalıdır bu. 21-45 yaşlı xanımlar üçündür. Bundan əlavə 50 yaşa qədər olan şəxslər üçün də var. Etiket yapışdıran işidir yoldaşlar. Qida məhsullarının üzərinə etiket yapışdırırsınız. Bunun əmək haqqısı 500 manatdır. 18-50 yaşlı şəxslər üçündür. Ulduz şokolad fabrikindədir. Bu işlərə müraciət metodu çətinlik çəkirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlü iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzvalı kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Dayə işi var yoldaşlar. Dayə işindən bəhs etmək istəyirəm mən sizə. İlk öncə gəlin 900 manatlıq olan variantdan bəhs edeyim sizə. Demək, 900 manatlıq olan variant yoldaşlar elə bir işdir ki, 4 yaşlı bir qız uşağına baxırsınız. Və burada siz qalmalısınız da yoldaşlar. Çünki ev sahibi, belə deyim də, Bakıda olmur, xaricdə olur və ona görə də siz uşaqla bərabər qalmalısınız. O isə Azərbaycanda olduqda isə siz səhər gəlib, axşam gedəcək bir işdir. Elmlərdə olmalıdır 900 manatlıq iş. Sonra dayənin elə öz evində olan variantı var. Yəni, uşağın evində deyil də, dayənin öz evində, baxananın öz evində olan variantı da var. Belə bir variantı da var yoldaşlar. Nərmanov da, uşaq da məktəbə gedir. 20-45 yaşlı şəxslər üçündür. Həftə içi 5 gündür. Bundan əlavə part-time dayə işi də var. Yəni, belə deyək. Yəni, iş saatı günorta 1-dən 7-yə kimi olan variantı da var. Təxminən 20 manatlıq bir işdir yoldaşlar. Bir sıra başqa dayə işləri də var. Fərqli rayonlarda da var, ərazilərdə də var. 55 yaşa qədər olan variantı da olmalıdır. Misal üçün, dayə işi 600 manatlıq variantı da var, rus dilini bilənlər üçün. Dayə işi 700 manatlıq olan variantı da var. Gəlin o 700 manatlıqdan da bəhs edeyim. 25-50 yaşlı bir şəxsinizsə, Binə qəsəbəsində olmalıdır. Bu, iş saatı 9-dan 6-ya qədərdir yoldaşlar. Həftədə 5 gündür. Əgər belə bir dayə işi də maraqlıdırsa, bu işə də müraciət edə bilərsiniz. Digər dayə işləri də var. Bu və bənzər digər işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə iş tapmaca çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzvalı kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Qeyd edeyim ki, dayə işləri mən sizə ən son olanları bildirdim. Amma digər vaxtın olan dayə işlərinə də baxa bilərsiniz, özünüzə uyğun olanlarını görməniz üçün. Sürücü işi var yoldaşlar. Mən sizə sürücü işlərindən bəhs etmək istəyirəm. Gəlin bir neçə variantda olan sürücü vakansiyalarından bəhs edeyim sizə. Deməli, misal üçün, Amma qrupda var, misal üçün, sürücü işi. 1000-1200 manatlıq bir işdir yoldaşlar. B kateqoriyası tələb eləyir, 20-40 yaşlı şəxs tələb eləyir, təcrübə tələb eləyir sizdən bu sahə üzrə. Sonra ailə sürücüsü işi var. Bu 1000 manatlıq əmək haqqısı olan bir işdir yoldaşlar. 25-45 yaşlı tələb eləyir. Ailə sürücüsü üzrə təcrübə tələb eləyir sizdən yoldaşlar. Bundan əlavə mopedçi işi var yoldaşlar. Mopedçi çatdırılma işi var. Əgər varınızsa bu işdən də məşğul ola bilərsiniz. Sonra avtobus sürücüsü işi var 1200 manatlıq. Sonra sürücü çatdırılma üzrə var 900 manatlıq. Və digər sürücü işləri də var. Misal üçün 900-dən aşağı olaraq. Misal üçün sürücü işi Gədəbəy mineral sularında var. Bakıdadır amma bu. 23-50 yaşlılar üçündür. 900 manat verə bilir. Sonra sürücü işi Modern Construction qrupda var.
Bunun indi mən sizə şərtlərini bildirmək istəyirəm. 850 manat verə bilir. ABCD tələb edir sizə. Ford Transit sürücülüyü bacarmanızı tələb edir sizdən. Sürücü öz maşınınızla da sürə biləcəyiniz işlər də var yoldaşlar. Yəni bir sıra sürücü işləri var. Mən indi sizə ən yaxşılarını videonun qabağında dedim. Amma nisbətən zəif əmək olan variantları da var. 800-900 manatlıqları da var. Kifayət qədər var. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sürücü işlərindən də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazı setini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsə kanala daxil olun. Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət edərsəz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Löyhətanda iş var yoldaşlar. Mən sizə Löyhətanda Qaradağ rayonunda olan işlərdən bəhs etmək istəyirəm. Qaradağda olan bir 800 manatlıq fəhlə işindən bəhs etmək istəyirəm. Amma yəni bir neçə işdən bəhs edəcəm bu videoda Allah qoysa. İlk öncə fəhlədən başlayıram. Agrovest Pro şirkətindədir. 700-800 manatlıq bir fəhlə işidir yoldaşlar. 19-37 yaşlısınızsa bu işə müraciət edə bilərsiniz. Sonra Omiddə iş var yoldaşlar. Nə işidir bu? Həm hanımlar, həm də bəylər üçündür yoldaşlar. Bir dəqiqə. Deməli bu neydi adı? Löyhətan idi də, düzdürmü? Löyhətan. Bəli, bəylər və xanımlar üçün yoldaşlar var. Satış məsləhətçisi işidir. Belə bir variantda da iş var Omid mağazalar şəbəkəsinin qeyd etdiyim bölməsində. Sonra şöbə müdürü işi var gecə növbəsi üzrə 1100 manatlıq. Sonra baş satıcı işi var 600 manatlıq. Mühafizəçi işi də var Qaradağda yoldaşlar. Sürücü işi də var, dayə işi də var. İndi misal üçün bu mühafizəçi işi ilə bəhs edeyim sizə. Allah qoysa. Deməli bu mühafizəçi işi tələb eləyir ki, 21-32 yaşlı olsun və hərbi biletiniz olsun. Sahil qəsəbəsindədir bu yoldaşlar. Bundan əlavə bankda da iş var yoldaşlar. Akses bankda iş var. Nə tələb eləyir sizdən? Ali təhsil tələb eləyir. Qəribə iş rejiminə malikdir yoldaşlar. Normalda bu hal bank sferasında çox da olmur. Ali təhsil tələb eləyir. Ofis proqramlarla işləmə bacarığı tələb eləyir. Həftə içi 5 gündür, amma iş saatı axşam 5-dən gecə 12-yə qədərdir. Şənbə günü isə səhər 9-dan 6-ya qədərdir. Belə bir işdir, yəni fikir verdinizsə, demək olar heç nə tələb eləmir də sizdən. Yəni o ərazilərdə yaşayırsınızsa, ali təhsillisinizsə, ofis proqramlarını bilirsinizsə və gecə 12-yə qədər işləmək sizə problem deyilsə, bu işlərin arasında ən gözəllərindən biri, ən belə deyim, yüksək səviyyəli variantı olan biri bu idi məhz. Amma belə sürücü işi də var, 700-800 manatlıq, 25-45 yaşlı şəxslər üçündür. BC tələb eləyir. Bundan əlavə dayə işi də var, 180 manatlıqdır bu. Sanki rayonda da bu iş 180 manat verir. Özü deyəsən ki, iş saatı azdır, xeyr yoldaşlar. Uşağın 3 yaşı var. Saat 8-dən axşam 6-ya 7-yə kimi deyir uşağa baxın. Cırtdan park tərəfdədir. Qaradağ arasında olan digər işlərlə də tanış olmaq istəyirəm və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmazı çətini çəkirsinizsə, normal əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Kokteyl hazırlaya bilən işi var yoldaşlar. Kokteyl hazırlaya bilən işi var. Meyvə şirəsi və meyvə kokteyli hazırlayan iş var. 700.000 manat aralığında bir maaşı olan bir işdir, əməklisi olan bir işdir. Yalnız xanımlar üçündür yoldaşlar. Bu ən azı 20 yaşınız olmalıdır. Meyvə doğrama və meyvə şirəsində təcrübəsi olan bir namizəd olmalısınız. Daha əvvəl yəni bu sferada xidmət göstərmiş olmalısınız. Mətbəx işlərində təcrübəniz olmalıdır. İşte belədir ki, yoldaşlar, daha dəqiq desək, bir supermarketin içində, standın birində meyvə doğrama və həmin meyvələrdə meyvə şirəsi və meyvə kokteyli hazırlayırsınız. Yəni, işiniz bundan ibarətdir.
Belə bir işdir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapması setini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özüvada kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Çörəkçi işi var yoldaşlar. Çörəkçi işindən bəhs etmək istəyirəm mən sizə. Ümumiyyətlə çörəkçi işi demək olar az olsa da, amma hər zaman demək olar heç olmasa bir dənəsi olur və bəzən 1100 manatlıq variantı da 900 manat civarında olan əmək haqqı olan variantlar da olur. İndi hal-hazırdakı mənim sizə Allah korusun bəhs edəcəyim variantda əmək haqqı təcrübəyə əsasendir yoldaşlar. Yəni belə bir işdir, amma xanımlar üçün deyil, bu bəylər üçündür yoldaşlar. Həmir hazırlanmasında təcrübəsi olan varsa, məsuliyyətli və dəqiq işləyən bir şəxsinizsə, komandada işləməyə bacarığı olan şəxsinizsə, səhər saat 7-dən günorta 3-ə qədər olan bir işdir. Ayda cəmi bir həftə gecə növbəsi olur. O da axşam 11-dən səhər 6-ya qədər. Onda da 10% maaşdan əlavə pul verilir və taksidə qarşılanır. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər çörəkçi işlərlə də və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapması səsini çəkirsiniz, sonra bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özüvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Təmizlikçi işi var yoldaşlar, təmizlikçi işi var. Ümumiyyətlə bu sferada bir sıra işlər olur. Misal üçün xadimə işləri də olur. Misal üçün bu təmizlikçi işçisi amma oteldədir yoldaşlar və bəylər üçündür. 18-30 yaşlı bir kişi namizədlər üçündür. 550 manat verir. Koroğlu metrosuna yaxınlığında yerləşən bir 5 ulduzlu brend otelə lazımdır. Spa mərkəzinə lazımdır. Həftədə 5 gündür. 2 gündə istirahətdir yoldaşlar. Bu işə də və digər işlərlə də tanış olmaq istəyirsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmaca sətini çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özüvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bilənlərə iş var yoldaşlar. Power BI-ni bilirsinizsə və gəncsinizsə, başqa ciddi bir bilik və bacarıqlarınız yoxdursa, misal üçün rahat işi var, az şərtli iş var daha dəqiq desək. Yəni Power BI-ni bilirsinizsə, Excel-i əla səviyyədə bilirsinizsə və ali təhsilli bir şəxsinizsə, bu ikisini əla səviyyədə bilib ali təhsilli bir şəxsinizsə, analitik bacarıqlara sahibsinizsə, analitik işi var yoldaşlar. Əmək haqqısı nə qədərdir? Əmək haqqısı 842 manat civarındadır. Həftə içi 5 günlükdür. Binə qəddədir, amma servis xidmətləri var. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə, və yaxud da digər bu tipli işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanıza dəstək istəyirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özüvada kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bələdiyyədə iş var yoldaşlar, bələdiyyədə iş var. Bələdiyyədəki işdən bəhs etmək istəyirəm mən sizə. Bu gənclərə sərf eləyir, çünki yaş aralığı da azdır. Təcrübəsi işidir yoldaşlar. 20-25 yaşlı xanımlar üçündür, ali təhsilli xanımlar üçündür. Kargüzarlıq üzrə bilikləriniz varsa, ofis proqramlarını yaxşı səviyyədə bilirsinizsə, Xətai rayonunda belə bir iş var yoldaşlar, təcrübə proqramıdır. Bu işə müraciət edə bilərsiniz. Təcrübəsi işidir daha da desək, kargüzarlıq üzrə. Bu işə də müraciət etməkdə istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmazı səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özüvada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Mingəçevirdə iş var yoldaşlar. Mingəçevirdə iş var. Mingəçevirdə olan işlərdən bir qismindən bəhs etmək istəyirəm. Yəni bu demək deyil ki, Mingəçevirdə olan işlər ilə ancaq cəmi bu 2 dənədən ibarətdir. Mən sadəcə bir ikisini misal vermək istəyirəm sizə. Bilmirsinizsə, yəni xəbəriniz olsun deyə. Deməli, misal üçün Oliviyada var. Satış məsləhətçi işidir, kasser işidir. 1000 manata yaxın qazanmaq imkanınız var. Əgər gözəllik sahəsində özünüzü görürsünüzsə, insanlarla ünsiyyət qurma bacarığınız varsa,
faydalı məsləhətlər vermək və gözəllik sirlərini aşılamağı arzuyursunuzsa, cavan, sürətlə böyüyən və çevik komandası olan bir şirkətə müraciət edə bilərsiniz. Ödənişsiz təlimlər də verirlər. Contohome'un tərkibində olan bir şirkət olmalıdır bu. Olivia Beauty Care olmalıdır. Bundan əlavə, bəli, bu Contohome'un tərkibində yoldaşlar, yəni Contохome sadəcə belə deyim də məişət əşyaları satmır. Onun tərkibində kosmetik brend də var. Olivia Beauty Care multi-brenddir. Bundan əlavə usta köməkçisi işi də var yoldaşlar. Usta köməkçisi işi də var. Əgər əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizə normaları və qaydalarını bilirsinizsə, bu işə müraciət etməyi düşünə bilərsiniz. Mingəçevirdə olan digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, ondan bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrulacıvadı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. 16 yaşlıya da iş var yoldaşlar. Mən sizə 16 yaşlı olan işdən də bəhs etmək istəyirəm. Deməli, bu yoldaşlar satış təmsilçisi işidir. Şəhər daxilində səyyar formada kofe məhsullarının satışından ibarətdir. Tələblər nədir? Tələblər budur ki, 16-30 yaşlı bir şəxs olun. Ünsiyyət qurma bacarınız olsun, aktiv olun, məhsul təqdim etmə bacarınız olsun, satmaq bacarınız olsun yoldaşlar. Sərbəst iş qrafikidir. Əmək haqqısı 1200 manatdır. Üstəgəl bonusu da ola bilər. Gündəlik 3 növbə mövcuddur, mümkündür. Birinci növbə 3 saatdır, 400 manatdır. Belə bir işdir yoldaşlar, Bakıdadır. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrulacıvadı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Həftədə 3 dəfə olan iş də var yoldaşlar. Həftədə 3-4 dəfə olan iş var. Gəlin o işdən sizə bəhs edeyim. Buna bənzər işlər bəli, bol olmur, amma arada bir olur yoldaşlar. Dostum, bu gündəliyi 20 manatlıq bir işdir. Hər gələndə 20 manat verilən bir işdir. 30 daha doğrusu 50 yaşlı şəxslər üçündür yoldaşlar. Xanım olmalısınız. Həzrətlənov metrosunun yanındadır. 45 yaşlı bir bəyə baxıcı lazımdır yoldaşlar. Yatlıq xəstə deyil, müalicə alır, təkdir, yeməyi olmalıdır, təmizliyi olmalıdır. Belə bir işdir, həftədə 3-4 dəfədir. İş saatı da səhər saat 9-dan günorta 4-ə kimidir yoldaşlar. Əgər xəstə, belə deyim, baxıcı işi ilə məşğul olmazsa, belə bir variant da var. Amma belə xəstə baxıcısı variantı digər işlər də var. Amma yəni həftədə 3-4 dəfə olmayan. Sonra belə dayə işlər də var. Bu və bənzər digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bənzər olmayan da işlərlə də tanış olmaq istəyirsinizsə, digər sferalara aid olan işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrulacıvadı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İngiliscə bilənə iş var yoldaşlar. İngiliscə bilənlər üçün, əlbəttə İngiliscə bilənlər çox işdə olur, amma mən sizə nisbətən az şərtli olan variantlarından bəhs etmək istəyirəm. Yəni təkcə demək olar, ancaq İngiliscə tələb olan bir. Düzdür, təkcə onun tələbi az olur, amma yəni çox da ağır şey tələb eləməyən, çox da şərt qoymayan işlərdən bəhs etmək istəyirəm. Misal üçün, yumşaq bacarıqlarınız varsa, ofis proqramlarını bilirsinizsə, İngilis və Rusu bilirsinizsə, operator işi var yoldaşlar. Ofis operator işi var. Sonra spa qeydiyyatçısı işi var, oteldədir. Nə tələbi var? Yəni tələblərini sizə bildirim. 600 manat maaş verir, üstəgəl bonusu da var. İngilis dilini yaxşı səviyyədə bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. Müştəri ilə ünsiyyət qurmaq bacarığınız varsa gəlir. Sonra mühafizəçi işi var. 600-700 manatlıq bir mühafizəçi işidir. 2 gün iş, 2 gün evdir. 25-35 yaşlı olmalısınız. 1 illik iş təcrübəniz olmalıdır. Bu sadə bəy olmalısınız. İngilis dili bilginiz olmalıdır yoldaşlar. Sonra təkrar sığorta üzrə işçiyə ehtiyac var. Paşa sığortada. Tələblər nədir? İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat üzrə təhsiliniz olsun, ali təhsiliniz
İngilis və Rusca, Azərbaycan dilini bilən və ofis proqramlarından istifadə etməyə bacarın. Bacarırsınızsa bu işə müraciət edə bilərsiniz. Sonra bir neçə reception işi var, onlardan da bəhs etmək istəyirəm mən sizə. Deməli, reception işi 500-600 manatlıq variantı var. Herotech şirkətində 25-40 yaş xanımlar üçündür. Rusu yaxşı, İngilisi orta bilməlisiniz. Ofis proqramlarını, avadanlıqlarını bilməlisiniz. Capital Hoteldə də 500-600 manatlıq 20-35 yaşlı şəxslər üçün var. Həm bəy, həm xanımlar üçün. Amma sərbəst bilməlisiniz rus və İngilisi. Təcrübə də tələb eləmirlər. Sonra 19-30 yaşlı şəxslər üçün də var. Reception işi 500-600 manatlıq bir işdir. Rus və İngilis dilini danışıq səviyyəsində bilməlisiniz. Ofis proqramlarını bilməlisiniz. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə, digər bənzər işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmazlıq təhsilini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yazа bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Toğrul Əcəbalı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Tələbə işi var yoldaşlar. Tələbə işlərindən bəhs etmək istəyirəm mən sizə. Misal üçün, tədbirlər üzrə idarəçisi üzrə təcrübə proqramı var. Bələdiyyədə də iş var yoldaşlar. Sonra 3 aylıq bir təcrübə proqramıdır bu yoldaşlar. Ali təhsillisinizsə və yaxud da yeni məzunsunuzsa və yaxud da tələbəsinizsə müraciət edə bilərsiniz. Bundan əvvəl mühəndislik üzrə belə deyim, təcrübə toplamaq istəyirsinizsə, o tipli fürsət də var yoldaşlar. O tipli fürsət də var. 6 ay əgər təcrübə keçə biləcək bir şəxsinizsə var. Bələdiyyədə, misal üçün, Kargüzar üzrə təcrübəçi işi var yoldaşlar. Xətai rayonunda. 20-25 yaşlı xanımlar üçündür yoldaşlar. Satış meneceri üzrə də təcrübəçi işi var yoldaşlar. 18-25 yaşlı uşaqlar üçündür. Sonra satış layihəsi üzrə də təcrübəçi işi var. Hər gün 5 saat olmaqla 6 günlük iş qrafikinə malikdir yoldaşlar. İş saatları da günün ikinci yarısındadır. Belə bir variantdır bu satış layihəsi işi. Paşa peydədir. Sonra enerji qəbulu üzrə enerji qəbul işləri üzrə təcrübəçi işi var. Azərkonnektdə. Sonra content manager işi var. As-Study'də. Bu təhsil müəssisəsi olmalıdır. Xaricdə təhsil üzrə. Burada content manager üzrə təcrübəçi işidir yoldaşlar. Bu daha çox əmək haqqı verə bilir sizə. Mən digərlərini, misal üçün, bəziləri qeyd eləməkdir yoldaşlar. Ona görə deyə bilmirəm mən sizə. Bəziləri isə, misal üçün, 100 manat verir, belə deyim, təcrübəçi işləri. Bəziləri verməyə bilir. Amma bəziləri də yüksək əmək haqqı verə bilir, hətta 400-500 manat. İndi mən sizə ən yenilərini bildirirəm də, misal üçün, son 15 günün, son 20 günün təcrübəçi işlərinin arasında ola bilsin, daha yüksək əmək haqqı olanlar da olsun. Deməli, mən amma sizə ən yenilərini bildirdiyimə görə ola bilər aralarında. Hər anda öz hökmü var da. İndi mən deyə bilmərəmsə, amma bir saatdan sonra yeni biri ola bilər 500 manatlıq. Başa düşürsünüzmü? Bu content manager təcrübəçi işidir yoldaşlar. Günorta saat 3-dən axşam saat 7-yə qədərdir. Part-time'dir yəni. Əmək haqqısı 250 manatdır, amma bonusu da var. Nə tələb edir? Səlis bilmənizi tələb edir. Qrammatik və yazı bacarığınız olmalıdır Azərbaycan dilində. Belə bir variantı da var. Mən indi çox da detallı danışmaq istəmirəm, çünki videonun vaxtımız olmasını istəmirəm. Mən sizi ümumi olaraq məlumatlandırıram. Unibankda misal üçün açıq qapı elan edir bir növ, ondan da faydalana bilərsiniz. Əlaqə mərkəzi üzrə təcrübəçi iş də var, qoldan qeydə yoldaşlar. İş təcrübəsi tələb eləmir, bax ondan da fürsət olaraq istifadə edə bilərsiniz. Sonra Ascon Holdingdə misal üçün təcrübə proqramı var yoldaşlar. Ora müraciət edə bilərsiniz. IT sahəsindədir. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə yoldaşlar və yaxud da digər bu tipli işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca setini çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz.
Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Bu həftənin az şərtli iş elanlarından da bəhs etmək istəyirəm mən sizə yoldaşlar. Onların arasında bir 3-4 dənə kargüzar işi var yoldaşlar. Part-time olaraq misal üçün kargüzar işi var. Gəlin ilk öncə ondan bəhs edeyim. Bir sıra işlərdən bəhs edeyim. Elə ancaq kargüzar işindən bəhs eləməyəcəm Allah qoysa. Misal üçün kargüzar işi var part-time, yəni yarım ştat. Səhər saat 9-dan 1-ə qədər. Yəni neçə saat eləyir? 3 saat eləyir də, düzdürmü? 4 saat danışır. 4 saat. 400 manat verir. Yəni əslində bu cür hesablayın. 8 saat işləsəniz, deməli 800 manat verir. Yəni 4 saatlıq bir işdir 400 manat verir. 19-25 yaşlı şəxs olmalısınız. Word Excel-i bilirsinizsə, hətta natamam ali təhsilli olsanız müraciət edə bilərsiniz. Bakalavr və magistr tələbələr yəni müraciət edə bilər. Belə bir işdir. Bundan əlavə hətta bələdiyyədə də iş var buna bənzər iş. Reception kargüzar işi də var yoldaşlar. Bank olmayan kredi təşkilatında orada da var. Sonra ofis əməliyyatları üzrə əməliyyatçı işi var. Sonra bələdiyyədə iş var, kargüzar işi var təcrübəçi olaraq. Sonra qeydiyyatçı işi var. Gəlin o qeydiyyatçı işindən də bəhs edeyim mən sizə. Bu da Plazadadır yoldaşlar. SCR Plaza biznes mərkəzinə lazımdır. Orta ixtisasınız varsa, rus dilini orta, ingilis dilini orta, ofis proqramlarını bilirsinizsə bu işə müraciət edə bilərsiniz. 500 manat da əmək haqqısıdır. Sonra satış meneceri üzrə də təcrübəçi işi var. Ofis operatoru işi var. Sonra icrası asistent işi var. Daha rahat, daha gözəl işlərdən də birindən bəhs edeyim. Yəni müasir işlərdən də birindən bəhs etmək istəyirəm. Misal üçün aranızda əgər ən gözəl bu həftənin ən gözəl işlərinə, daha doğrusu az şərtli işlərinə gözəl bir nümunədir bu iş yoldaşlar. Sizdən işini tələb eləmir demək olar yoldaşlar. Ali təhsilli olun. Əla səviyyədə Excel və Power BI bilikləriniz olsun. Yəni belə deyək də, sadə dildə desək, yəni işinə tələb eləmir sizdən. Yəni əsas məsələ Excel və Power BI-nin olun, ali təhsilli şəxs olun. Olardınızsa əgər, varsanızda aranızda elə biri, Binəqədi rayonunda elə bir iş var, təxminən 842 manat qazana biləcəyiniz bir işdir. Binəqədi rayonunda olsa da belə, servis xidmətləri də var iş yerinə gəlib gəlməniz üçün yoldaşlar. Analitik bacarıqlara sahibsinizsə bu işə müraciət edə bilərsiniz. Sonra sətəm üzrə təcrübəçi işi var. Sonra Unimarkda iş var yoldaşlar. Ofis meneceri işi var. Unimark yəni belə deyim də açıq qapı elan edir bir növ. Sonra Unimarkda müştəri əlaqələri şöbəsində işçiyə ehtiyac var həmçinin. Yəni Unimarkdakı iş elə ancaq bundan ibarət deyil. Yəni o cür düşünməyin. Ali təhsiliniz varsa, rus dilini sərbəst bilirsinizsə, ofis proqramlarını bilirsinizsə, bu asistent işinə müraciət edə bilərsiniz Unimarkdakı. Sonra Dəniz Molda universal satıcı işi var. Sonra çağrı mərkəzində operator işi var. Əlaqə mərkəzi üzrə də təcrübəçi işi var. IT üzrə təcrübəçi işi var. Multimedia üzrə təcrübəçi işi var. Dizayn sahəsində karyer qurmaq istəyənlər üçün fürsət var. Sonra Almarketdə təcrübə tələb eləməyən iş var ki, gecə növbəsi üçündür. 18-50 yaşlı şəxslər üçündür. Suraxanda, Xətayda, Nizamidə, Nərmanovda, Xəzərdə, Sabunçu rayonları üzrədir. İş təcrübəsi tələb eləmir. 18-50 yaşlısınızsa, orta təhsillisinizsə, axşam saat 10-dan səhər saat 8-ə qədərdir. 620 manat maaş verir, üstəgəl bonusu da var. Sonra müştəri xidmətləri üzrə işçiyə ehtiyac var yoldaşlar. Bu da 500 manatlıq işdir, Melisa qrupdadır. Xanımlar üçündür, 20-25 yaşlı xanımlar üçündür. Sonra çapçı köməkçisi işi var 500 manatlıq. Sonra reception qeydiyyatçı işləri var. İşlər, bu tipli işlər kifayət qədər çox olur. Yoldaşlar, mən sizi bir qismi ilə tanış elədim. Xanımlar üçündür, baxın, misal üçün, bu reception qeydiyyatçı işi. Bu işlər daha çox kimlərə sərf edir? Gəncdirlər və bunların iş təcrübəsi yoxdur. Və yaxud da təcrübəsi olanlar da ola bilər. Amma başqa bilik və bacarıqları azdır. Həmin şəxslərə sərf edə bilər ki, bu işlərdən fürsət olaraq istifadə eləsinlər, təcrübələrini zənginləşdirsinlər. Bu işlərə də müraciət etməkdəsinizsə və yaxud da buna bənzər işlərlə də tanış olmaq istəyirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da ümumiyyətlə fərqli işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə, kanala daxil olun, Toğrul kanala.
Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. İşlərindən bəhs etmək istəyirəm sizə. Tibb bacısı işi var yoldaşlar. Deməli, bir neçə variantından bəhs etmək istəyirəm mən sizə. Məsələn, çörək zavodunda var tibb bacısı işi. Bu çörək zavodunda olan tibb bacısı 550 manat verir. 25-45 yaşlı uşaqlar üçündür yoldaşlar. Sonra tibb bacısı işi diş ilə bağlı olmalıdır. Stomatoloji klinikada da olmalıdır. Bu misal üçün 20-40 yaşlara bilir. 650-800 manat verə bilir. 650-800 manat verə bilir. Tibb bacısı misal üçün ideal tibb şirkətində də var. 45 yaşdan yuxarı olmalısınız. Yəni yuxarı yaş həddiniz daha doğrusu 45 yaş olmalıdır. Yəni 45 yaşdan yuxarılar müraciət eləməsin. Orta ixtisasınız varsa bu işə müraciət edə bilərsiniz. Əmək haqqında razılaşma yolu ilədir. Tibb bacısı 500 manatlıq variantı da var. Neftçilərdədir. Stomatoloji klinikaya lazımdır yoldaşlar. 1 ildən artıq iş təcrübəniz varsa, 22-40 yaşlısınızsa müraciət edə bilərsiniz. Sonra həkim köməkçisi işi də var yoldaşlar Azərmeddə. Amma artıq buna müraciət etməniz mənasızdır. Çünki artıq müraciət qəbulu dayanıqdır. Farmaseptdə əczaçı işi var 400-500 manatlıq Vitamer şirkətində 21-55 yaşlı uşaqlar üçündür. Ali təhsil tələb edir yoldaşlar sizdən. Ofis proqramlarını sərbəst bilmək tələb edir. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanızı sətini çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Hacıvarlı kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsiniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Rusca bilənə də iş var yoldaşlar. Rusca bilənə işlər var. Misal üçün ofis assistent işi var yoldaşlar. 1000 manatlıq civarında olan bir işdir. 20-35 yaşlı şəxs olmalısınız. Yüksək təşkilatçılıq və məsuliyyət hissiniz olmalıdır. Azərbaycan və rus dilini səlis bilməlisiniz. Ofis proqramlarında işləmə bacarığınız olmalıdır. Bilirsinizsə bu işə müraciət etməyi düşünə bilərsiniz. Bundan əvvəl ofis operatoru işi də var. Bu da İngilis dilində tələb edir, rus dilində tələb edir yoldaşlar. Axşam saat 4-dən gecə 11-ə qədər olan bir işdir. Ofis proqramlarında yaxşı səviyyədə bilməlisiniz. Sonra ofis meneceri başqa şirkətdə də var. 400-800 manat aralığında. Rus dilini səlis bilirsinizsə, xanımlar üçündür bu. Ali təhsilli olmalısınız. Sonra müştərilərlə əlaqələr şöbəsində assistent işi var Unibankda. Farmalayında çağrı mərkəzində operator işi var, resepsiyon işi var. Sonra Paşa Sığortada işçiyə ehtiyacı var, təkrar sığorta üzrə işçiyə ehtiyacı var. Rus dilini tələb edir sizdən yoldaşlar. Rus dilini bilirsinizsə, İngilis dilini bilirsinizsə, ofis proqramlarını bilirsinizsə, iqtisadiyyat, maliyyə, hüquq, müraciət üzrə ali təhsiliniz varsa o işə müraciət edə bilərsiniz. Sonra resepsiyon işləri də var yoldaşlar, Rus dili tələb edən. Bir sıra variantı var, ciddi şərtləri olmayan variantlar da var. Təcrübə tələb eləməyən variantlar da var. 500-600 manatlıq oteldə resepsiyon işidir. Rus və İngilis dilini sərbəst danışıq səviyyəsində bilirsinizsə, müraciət edə bilərsiniz. Və yaxud da sərbəst olmayan variantı da var. Rus və İngilisi danışıq səviyyəsində sadəcə bilirsinizsə, belə deyim, ona da müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmanızı sətini çəkirsə, sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Hacıvarlı kanalına. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Xəstə bağçısı işi də var yoldaşlar. Xəstə bağçısı işi də var. Misal 2 dənə variantdan bəhs etmək istəyirəm mən sizə. Biri 75 yaşlı qadına lazımdır baxıcı yoldaşlar. Qalmağa evlə də təmin olunursunuz. Əmək haqqında razılaşma yolundadır, nofqanda olmalıdır. 35-55 yaşlı bir şəxs olmalısınız. Baxıcı işi 45 yaşlı bir kişi xeylağına da lazımdır yoldaşlar. Yatılı xəstə deyil, təkdir, həm də müalicə alır. Vaxtı-vaxtında yeməyini, təmizliyi olmalıdır. Təmizkar xanım olmalıdır yoldaşlar. 30-50 yaşlı bir şəxsinizsə, hər gələndə də 20 manat ödənilmə bilər. Həftədə də 3-4 dəfədir yoldaşlar.
9-dan 6-ya kimidir. Daha doğrusu 16-dan 10-a kimidir. Yəni səhər saat 9-dan günorta 4-ə kimi olan bir işdir. Bu da Həzrəti metrosunun yaxınlığındadır. Digər xəstə bağça işlərlə də tanış olmaq istəyirsə və yaxud da bunlara müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmaca çətinlik çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Xadimə işi də var yoldaşlar. Xadimə işi misal üçün universitetdə də var, Ada Universitetində olmalıdır. Bəli. Ondan sonra xadimə işi makro şirkətində var. Sonra başqa yerlərdə də xadimə işləri var. Landada da var. Xadimə işi misal üçün başqa əfəndilər qrupda da var. Ümumiyyətlə, xadimə işlərinin bəzən yüksək məhdudlu olan variantı da olur, amma belə ortalama götürdükdə xadimə işləri adətən 600-700 manat civarında dəyişir. Misal üçün, əfəndilər qrupda 35-45 yaşlılar üçün var, 600 manat tələb edir, 600 manat verir daha doğrusu. Sonra başqa bir xadimə işindən də bəhs edeyim mən sizə. Bu da misal üçün 20-50 yaşlılar üçündür, 550 manat verir, Şuxovdadır. Baş Gömrük İdarəsinin yanındadır. Bir sıra daha doğrusu xadimə işləri var. Onlarla da tanış olmaq istəyirsə və yaxud da bunlarla tanış olmaq, bunlara müraciət etməkdə dəstək istəyirsə, bir sözlə iş tapmaca çətinlik çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Gəncədə olan işlərdən bəhs etmək istəyirəm. Gəncədə iş var. Nə işlərdir? Gəlin onlardan qısa olaraq bəhs edeyim sizə. Məsəl üçün, menecer işi var yoldaşlar Gəncədə. Xatırlayırsınızsa, keçən videoda bildirmişdimsə, Rozmanda da iş var. Gəncə molda olmalıdır. Satış məsləhətçisi, hətta müdir səviyyəsində, rəhbərlik səviyyəsində də iş olmalıdır. Daha doğrusu idarəetmə səviyyəsində. Sonra yoldaşlar, menecer işi var. Gəncə filialında, Edikompaniyada təhsil müəssisəsidir. Orada iş var. Kimlər üçündür? Ali təhsilli şəxslər üçündür. Yəni, istənilən sahədə təhsiliniz varsa, ali təhsiliniz varsa, müraciət etməyi düşünə bilərsiniz. Amma paraleldə ofis proqramlarını yaxşı səviyyədə bilməlisiniz. Bir də satış sahəsində, müştəri xidmətində minimum 1 illik təcrübəniz olmalıdır. Yaş həddi qeyd olunmayıb, ona görə də rahatlıqla bir çoxunuz müraciət edə bilərsiniz bu işə. Bundan əlavə dayə işi də var yoldaşlar Gəncədə. Həmçinin başqa işlər var, ondan da bəhs eləmək istəyirəm. Dayə işi misal üçün 10 yaşlı qıza baxmaq lazımdır yoldaşlar. 30-45 yaşlı şəxs olmalısınız. Amma 300 manat verir, xəbəriniz olsun. Bundan əlavə administrator işi də var yoldaşlar Gəncədə. Bu Qədim Gəncə şirkətindədir. 700-800 manatlıq bir ildir. Minimum 1 illik iş təcrübəniz olmalıdır istehsalat sahəsində və bəylər üçündür. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da Gəncədə olan digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmaca çətinlik çəkirsiniz. Sonra bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul adlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. 57 yaşa qədər iş var yoldaşlar. Gəlin o işlərdən sizə bəhs edeyim. İlk öncə bəhs etmək istəyirəm Almarketdəki Gezi növbəsində olan işdən. Qeyd edim ki, bu iş yerləri Xətai rayonunda, Suraxan rayonunda, Nizami rayonunda, Nərimanov rayonunda, Xəzər rayonunda, Sabunçu rayonunda var. Əmək haqqısı 620 manatdır. Üstəgə bonusu da var. Təcrübə də tələb eləmir. 18-50 yaşlı şəxslər müraciət edə bilər. İş saatı axşam ondan səhər saat 8-ə qədərdir. Gezi növbəsində olan belə bir iş var. Sonra 50 yaşa qədər olan dayə işi var. 55 yaşa qədər olan da dayə işi var. Pişəqı da 300 manatdır. 55 yaşa qədər olan xadimə işi var 700 manatdır. Aşpaz işi var 50 yaşa qədər. Aşpaz 2500 manatlıq olan variantı da var. Evə köməkçi iş xanım lazımdır 50 yaşa qədər 700 manatlıq. Sürücü işi var 50 yaşa qədər. 50 yaşa qədər logistik üzrə menecer işi var Seylapsuda. 50 yaşa qədər havalandırma, isitmə və soyutma sistemləri üzrə mexanik işi var. 50 yaşa qədər fəhlə işi var 700 manatlıq. 50 yaşa qədər etiket yapışdıran işi var 500 manatlıq. 55 yaşa qədər xadimə işi var 600 manatlıq. 55 yaşa qədər yanacaq dolduran operator işi var 550 manatlıq. 55 yaşa qədər xadimə işi var 900 manatlıq. 55 yaşa qədər mütəxəssis işi var yoldaşlar. Belə deyim, ona nə deyirlər? Gömrük üzrə. 55 yaşa qədər farmasevt, əczaçı işi var. 50 yaşa qədər baş aşpaz işi var. 55 yaşa qədər elektrik təchizatı üzrə layihəçi, mütəxəssis işi var.
57 yaşa qədər ailə sürücüsü işi var, 55 yaşa qədər yük maşını sürücüsü işi var və ən az 21 yaşınız varsa və daha yüksək, anbardar işi də var. Bu işlərdə müraciət məsuliyyətini çəkirsinizsə və yaxud da digər işlərdən də tanış olmaq istəyirsinizsə, 60 yaş və yaxud da digər yaş üzrə olanlardan da və yaxud da digər 50 yaşlılar üçün olan işlərlə də ümumiyyətlə bir sözlə iş tapma məsuliyyətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəb kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.